Salam, axşamınız xeyir əziz dostlar. Hər birinizi Astrim Akademiyası salamlayıram və mən Yadullah Dadaşov. Bu gün bizim dərsimiz Hyper-V və BMW ESXi haqqında olacaq. Bir balaca o barədə danışmaq istəyirəm. Yəqin çoxlarınız bilirsiniz. Hyper-V Windows, Microsoft Windows'un inteqrasiya olunmuş bir versiyasıdır, produktudur. Həm qiymət cəhətdən ucuzdur, həm performans cəhətdən. BMW ESXi isə bare metal, yəni ona çıplaq metal da deyirlər, hipervizoruna aiddir. Həmçinin macOS-ə dəstəkləyir, vCenter toollarda istifadə edə bilərsiniz və stability deyirlər ona, yəni balansirovka, balans o cəhətdən də istifadə oluna bilər. Həmçinin onu da deyim ki, BMW ESXi böyük şirkətlərdə istifadə olunan, Hyper-V isə Microsoft'un özü olduğu üçün xırda kiçik bir məsələlərdə də istifadə edə bilərsiniz. Hyper-V-də limit 512 dənə nüvədir. Amma BMW ESXi-də isə 768 core aiddir. İndi birincisi gəlin yoldaşlar, mən sizə Hyper-V-ni göstərim, daha sonra ESXi göstərəcəm. Deməli, birincisi Hyper-V-ni aktiv eləmək üçün puska daxil olaraq belə bir söz yazırıq. Deməli, belə bir söz gəlir, turn on Windows features. Burada Windows'un komponentləri gördüyünüz kimi Net Framework, Active Directory, Hyper-V, print serverlər, SMB, Telnet, TFTP və burada çox funksiya var. Hyper-V-yə işarələyiniz OK basandan sonra bizdən restart istəyir. Restartdan sonra 2-3 dəqiqə gözləyirik. Kontumuz açıldıqdan sonra ekrana belə bir Hyper-V Manager gəlir. Bunu açaraq gördüyünüz kimi içi bomboşdur. Biz nə edirik? Biz sağ mışqa ilə vuraraq New Virtual Machine, yəni yeni virtual maşın yaradırıq. Next adını yazırıq. Məsəl üçün biz gəlin belə yazaq. Windows Server 2022 test. Burada Generation 1'ni seçirik. Və burada fiziki RAM veririk. Default olaraq biz VMware-də keçən dərslərimizdə 1 GB vermişdik. Burada bir də verirkən hər ehtimalla qarşı mən 2 GB verim. Həm də onun üçün deyim ki, Hyper-V-də siz burada nə qədər RAM yaddaş verirsiniz, əgər də çox sizin fiziki avadanlığınıza təsir eləmir. Deməli, 2 GB verdiyimiz next. Buradan biz seçirik default switch. Buradan biz deməli yeni hard disk yaradırıq. Yaddaş da bizə standart olaraq 127 GB verir. Qoy 127-də qalsın. Next-i basaraq buradan biz öz ISO faylımızı seçirik. İkincini seçərək image file ISO, browse. D diskimizdən Windows serveri seçirik. Next və finish. Gördüyünüz kimi artıq yaradılır və Windows serverimiz bizim yaradıldı ISO-muz və virtual maşınımız artıq hazırdır. Startı vuraraq connect. Balaca ekran gəlir, bunu böyüdürük. Yazır ki, hal-hazırda sönülüdür. Biz nə edirik? Startı vuraraq artıq sistem yüklənir. Gördüyünüz terminal serveri kimi RDS-in içində açılır. Next. Install now. Deməli, burada yenə də biz keçən dərslərimizdəki kimi eyni qaydada Windows serverimizi quraşdırırıq. Next-i vuraraq. Gördüyünüz kimi həmçinin siz, yoldaşlar, burada baxa bilirsiniz ki, sizdə CPU neçə faizlə işləyir, RAM nə qədər gedir, nə qədər yan. Amma VMware-də o yoxdur. Həm də burada siz aşağıda nə gedirsə onu görə bilirsiniz. Görürsünüz? VMware-də necədir məsəl üçün? Yanında hər dəfə qaldırsa, amma burada aşağıda gördüyünüz kimi buradan biz RAM-a da baxa bilərik. Gördüyünüz kimi biz 2 GB vermişik. Minimal 512-dir. Hal-hazırda bu qədər işləyir. Networking-də ki, bizdə hələ ki
bizim default adapterımızdır. IP ilə almamışıq deyə. Burada gördüyünüz ki, funksiyamız var. Qoşmaq, ayarlamaq, söndürmək, yadda saxlamaq, pauza da verə bilərsiniz. Revert edə bilərsiniz və yaxud adını da dəyişə bilərsiniz. Siz həmçinin burada siz yaddaşda arta bilərsiniz. Məsələn, biz 127 verdiksə onu həm 200 edə bilərsiniz. 200 nə qədər? Hyper-V'nin burada ayarları da var. Buradan siz şəbəkə ayarlarını da verə bilərsiniz. Virtual xatt disklərimiz də var bizim. Və indi hər dəfə mən bunu belə baxa bilmirəm deyə məcbur belə edirəm. Gördüyünüz ki, buradan da baxa bilirsiniz siz. Bu gedə-gedə yoldaşlar VMware ESXi barəsində mən danışacağam. VMware ESXi yaratmaq üçün biz nə edirik? Gəlin mən köhnəni silim. Sizə yenisini göstərim. Bir dəqiqə. Virtual Machines VMware ESXi. Deməli, Create New Virtual Machine seçirsiniz. Yenə də Windows Server kimi. Next. Next. Buradan VMware ESXi və versiyalar var. 8-ci versiya biraz ağır işlədiyi üçün mənim komputerimdə. Mən 7-ci versiyanı yükləmişəm. Seçirik 7-ni. Bizə default olaraq ESXi biraz yaddaş çox istədiyi üçün default VMware buna 142 GB verir. Yəni o birislərdə 60-100 verib istifadə edə bilərsiniz, amma ESXi-də bir balaca çoxdur. Ona görə Next-i basırıq. Finish. Buradan biz yenə də köhnə qayda ilə ISO faylımızı seçirik. Deməli, onu mən yükləmişəm. Aha, okey. Və bizdə belə bir xəta verəcək. Gəlin onu mən sizə göstərim. Görün verəcək. Bax görürsünüz, ESC basanda belə error verir. Çünki mənim CPU-m uyğun gəlmir deyə belə bir xəta verəndə nə etsin yoldaşlar? Editə girəndə burada Processors'da bunu götürürsünüz işarəni. Yalnız buna qoyursunuz. Intel I/O Management Memory Management Unit. Buradan siz nüvəni də arta bilərsiniz. Neçə istəyirsə nüvə qoya bilərsiniz. İndi bizə 2-1 bəsdir deyə onu çox da deymirik. Bəli, artıq bizim ESXi-miz quraşdırmağa başlamalı. Gözləyirik, burada boot rejiminə keçir. Və əgər ISO-muzda heç bir xəta, error yoxdursa, error verməməlidir. Bu gedə-gedə paralel olaraq bura baxırıq. Burada hələ ki bizim installımız gedir. Biraz Linux-a da oxşayır. Linux kimi qurulma edir. Aha. Gördüyünüz kimi i5 Ultra-da mənim notebookumun prosesoru 12-ci nəsildir. RAM-ı da əslində burada 16, biz burada 4 vermişik deyə elə göstərir. Burada installation'ımız gedir. Aha, artıq VMware Tools, yəni onun servisləri işə düşməyə başlayacaq. İndi biz buradan konfigurasiya edəcəyik. Aha, bu açılana qədər artıq biz lokal administrator şifrəmizi yazırıq. Hyper-V bir balaca VMware-dən biraz daha çox sürətli işləyir. Həm də kompüterin CPU-suna da onu da deyim ki, çox heyvan fərqləri var. Və görürsünüz, burada göstərir ki, bizim ekranımız 1360, onu biz böyle edə bilərik, o sıxıntı deyil. Burada yoldaşlar bir şey deyim. Biz VMware-da Windows Server qaldanda biz bura vururdıq. Ctrl Alt açılmaq üçün. Hyper-V-də isə, bax görürsünüz, Action bölməsindədir. Onu vurmasız Enter vuracağız.
lockdan açılmayacaq. Bu açılana qədər IP aldı. İndi baxarıq görək necə hansı IP-ni alıb bizdə. Gördünüz fərqi yoldaşlar. Biz VMware-də ekranı böyütmək üçün biz giririk VMware Tools-u qarşı, amma burada birbaşa adi bildiyimiz realdakı kimi ekranı razmeni seçib özümüz böyüdə bilərik. Gördüyümüz kimi yenə də eyni qayda, biraz ekran fərqli düzdür. Görək IP nə alıb bizdə. Aha, 172.19. VMware-dən fərqi o. VMware bizdə domen kontrolda 192 ilə alırdı. Burada 172 ilə alır. Yəni gördüyünüz kimi qurulum adi qaydada, sadəcə bir balaca ekran fərqləri var və panel belə deyək, düyməciklər fərqləri var. Belə qalan hamısı eynidir. Gələn dərslərimizdə həm burada da test edəcəyik, həm orada test edəcəyik. İki qaydada da test, yəni ikisinin bir-birini işləməyə heç bir maneçi yoxdur. Əgər mən bunu söndürürəm, Hyper-V'mizi söndürmək üçün, yoxsa artıq 1 GB-la işləyir. Networking söndürmüşəm deyə onu görmür. Və biz nə edirik? Sağ mışqanı vuraraq turn off. Görək IP-miz aldı. Gördüyünüz kimi IP-miz var, MAC adresimiz də var bizim. Bu bizim memorimizdir. Bu yəni mini monitoring gedir də belə deyək. Buradan baxa bilirik biz. Sağ mışqanı vuraraq turn off və söndü. Və bunu bağlayaraq biz nə edirik? ESXi-da belə bir pəncərə açılanda Enter-i vururuq. Burada biz şərtləri qəbul etmək üçün F11-i seçirik. Bu bizim daxil driverləri axtarır. Və gördüyünüz kimi artıq bizim diskimizi tapdı. 142 GB biz yaratdığımız. Biz nə edirik? Enter-i basaraq buradan biz regionumuzu və klaviaturanı seçə bilərik. Bizdə qoy English default qalsın deyə Enter-i vururuq. Və ESXi-da root şifrə istəyir. Elə bir şifrə qoyun ki, onu itirməyin. Məsəl üçün mən yazıram, o burada görsənməyəcək zaten. Aşağını seçmək üçün deməli taba basırıq, Enter yox. Aha. Yazı ki şifrələr uyğundur. F10, F9-u, aha. Burada bir dənə də şifrə yazmaq lazımdır. Yoxsa belə qəbul etməyəcək. Mən sadə yazdım. Gəlin belə yazaq. Minimal 7 olmalıdır. Uyğun gəlir deyə Enter. Burada bizə bir xəbərdarlıq verir ki, əgər sizin BIOS-unuzda virtualizasiya yoxdursa, onu enable eləmək var. Bizdə artıq müasirlərdə artıq enable deyə ehtiyac yoxdur. Enter vuraraq və burada görürsünüz ki, bu diskimizə ESXi quraşdırılacaq. Biz də basıq F11 və install artıq başladı. ESXi-nin yoldaşlar özəllikləri çoxdur. Sadəcə olaraq onu artıq bir çox gələcək dərslərimizə mən sizə keçib göstərəcəm onları. Bəli. Biz burada Enter-i vuraraq restart veririk ESXi-mıza. Deyir ki, gözləyin, artıq restart prosesi tamamlanmaq doğru üzrədir. Restart getdi. Və yenidən belə qaydada açılır. Bu o demək 4 təzədən installation gedir. Sadəcə olaraq bunun açılma qaydası belədir. Ubuntu necə açılır? Bu da həmçinin elə.
Gördüyünüz kimi yoldaşlar, ESXi-miz artıq hazırdır. ESXi idarə etmək üçün biz web üzərindən ESXi bizə default olaraq belə bir IP verib. 192.168.202.133. Amma əgər siz istəyirsə, hər dəfə bu dəyişməsin deyə siz statik IP də qoya bilərsiniz. Onun üçün nə etmək lazım? F2 basaraq bizdən default user password istəyir. User default rootdur. Password da bayaqları mən təyin elədiyim şifrədir. Onu basaraq gördüyünüz kimi bizdə burada şifrənin konfigurasiyası var, şəbəkə var, şəbəkənin bərpası var, test var. Biz nə edirik? Deməli biz giririk Configure Manage Network bölməsinə. Burada görürsünüz IPv4 konfigurasiyası var. Gördüyünüz kimi burada bizdə deyir ki, IPv4'ü söndük, yəni IP olmasın. Var DHCP-dən alma və statik alma. Statik almaq üçün də biz nə edirik? Biz buna mışqa ilə vursaq, o həmən o nöqtəni seçməyəcək. Tab probel basırıq. Gördünüz, artıq düşdü probel və biz burada avtomatik olaraq IP-ni dəyişə bilərik. Mən IP-ni sevirəm, yazıram 192, bir də üzrüstəm. 192, 168, 202, məsəl üçün verirəm buna 50. Enter OK vururam, artıq o yaddaşda qaldı. Escape-a basıram çıxış üçün və bizdən istəyir ki, yeni dəyişiklik olunan konfigurasiyanı siz yatsaqma və biz burada Enter-i yox, Y knopkasını vururuq, Yes. Və artıq gördüyünüz kimi yeni statik IP-miz bizim qeydə alındı. İndi biz nə edirik? Biz bunu belə qaydada saxlayaraq, virtualizasiyanı söndürmədən şərti ilə, söndürsəz qoşula bilməyəcəksiniz. Biz nə edirik? Biz Google Chrome açırıq. 192.168.202.50. Belə bir bizə HTTPS xətası verir, siz ona fikir verməyin. Advanced bölməsinə girərək, gördüyünüz kimi bizdə belə bir VMware-ın pəncərəsi açıldı. Burada biz şifrəmizi yazırıq, root və şifrəmi. Artıq biz belə deyək, VMware-ın centerındayıq. Yəni gördüyümüz kimi bayaqki konfigurasiyam qalıb. 2 nüvə vermişəm, 4 RAM, 120 GB-dan 2 GB istifadə olunub. Düzdür, bəzən bu mənim kompüterimdə xəta verir. Bu da bizim belə deyək, monitorinqimizdir. Hal-hazırda bizim CPU-muz, yaddaşımız və RAM üzrüstəm və yaddaşımız bizim nə qədərdir? Deməli biz nə edirik? Bir dənə probe üçün gəlin belə bir şey deyək. Create Register VMware. Burada bizdən soruşur ki, nə etmək lazım? Biz deməli Create New Virtual Machine seçərək, burada bizim versiyamızı ərdəyimirik. Biz buradan seçirik Windows. Buradan da seçirik. Deməli Windows Server 2. Artıq 2022-ni əlavə ediblər. O vaxtda 19-dan yuxarı yox idi. Deməli next-i vuraraq, ad istəyir. Yazıram test. Next-i vuraraq göstərir ki, hansı yaddaşdan bağlansın. Bizə də hal-hazırda 13 GB qalıb 142-dən. Görürsünüz ESXi nə qədər bizim yaddaşımızı apardı. 12 GB boş qalıb. Next-i vuraraq, deməli biz buradan serverin konfigurasiyasını da edə bilərik. RAM-ı 2-dür, artıra bilərik. CPU 2-dirsə, siz bunu artıq dəyişmək istəyirsinizsə, burada deməli ESXi-da editdən girib dəyişə bilərsiniz. Burada bayağı biz ilk dəfə yaradanda orada RAM falan verəndə oradan girib artıra bilərsiniz. Deməli RAM-ımız minimal 4-dür. Hard diskimiz gördüyünüz kimi 90 GB, tam bizim 12 GB yerimiz qalıb. Bu artıq bizə problem yaradır. Maksimum size 12,34-dür. Çox güman ki, inanma. Görürsünüz, deyir ki, yer yoxdur. Yəni biz buna 10 GB verək. Buradan biz share RAM-ımızı da verə bilirik. Deməli, biz buradan, baxın, ESXi-da belə bir çətin bir məsələ var. Nədir? Biz obislərdə necə ISO-nu seçirdik, ISO-nu əlavə edirdik, ISO yüklənilirdi birbaşa. Amma burada biz Datastore ISO faylı seçməliyik. Gözünüz bunlar bomboşdur.
Bu onun daxili yaddaşdır. Bizdə burada iş olmadığı üçün biz upload düyməsini seçməliyik. Həmən bizim kompüterimizdə olan ISO-nu bura upload eləməliyik. Görürsünüz, hələ hissə bu başlayacaq bunu yükləməyə. Bir bu yarım saata çəkə bilər, 40 dəqiqədə çəkə bilər deyə. Bunu bir balaca gözləmək lazımdır, çünki həcmi çox böyükdür. Və yoldaşlar, bu gedənəcən, bu biraz çox gedəcək. Həmçində onsuz zaten mən diski bu test üçün az yaratmışdım. Yüklənəndən sonra artıq siz finish'i basırsınız. Burada sizdə start olacaq. Mən bunu ləğv edeyim. Burada siz nə iş görürsünüzsə, bütün loqlarınız düşəcək bura. Və görürsünüz, update successful. Hal-hazırda bizi yüklənmə gedir deyə aşağıda göstərir. Artıq bu yüklənəndən sonra burada sizə power on knopkası olacaq. Power onu vurandan sonra artıq sizin əməliyyat sisteminiz artıq burada açılacaq. Həmçində bir şey qeyd edeyim ki, yoldaşlar, VMware lisenziyalı olduğu üçün gördüyünüz kimi belə bir söz yazır ki, lisenziya o mənə elə ki, mən öz e-mailimi orada qeyd eləmişəm deyə. O mənə 60 günlük lisenziya verib. Amma 60 gündən sonra artıq lisenziya verib almaq lazım ki, həmən bu xidmətdən istifadə eləmək üçün. Və onu da deyim ki, uploadumuz olandan sonra burada sizdə actionsda deməli power on bölməsi olacaq. Power onu burada siz permissions həmçinin verə bilərsiniz. Məsələn, hostu, user da əlavə edə bilərsiniz ki, məsələn da rootdan girməsinlər, başqa bir user'a girsə çox müdaxilə eləməsin. Ya admin yetkisi kimi siz burada rollarınızı görə bilərsiniz. Actions'dan sonra artıq açılır, Hyper-V kimi istifadə edə bilirsiniz. Amma bir şey də qeyd edeyim ki, siz bunu hal-hazırda bilmədən bağlasaz, tutam ki, əlimdə idi, ESXi-yə bağlandı. VMware-də məsəl üçün bağlandı. Buna bir dənə mən refresh eləsəm, artıq bu açılmayacaq. Çünki mənbə oradadır deyə o mütləq şəkildə açılmalıdır ki, siz də bunu istifadə edə biləsiniz. Bugünlük bu qədər dostlar. İnşallah gələn dərslərimizdə yeni maraqlı mövzularımız olacaq. Mövzunu seçib, inşallah LinkedIn kanalında mən və Telegram kanalında paylaşacağım. Növbəti dərsimiz nə olacaq? Gələn görüşənədək sağ olun, gecəniz xeyrə qalsın.